Neolit dövründə Orta Tunc dövründən fərqli olaraq yeni təsərrüfat sahələri meydana gəldi. Bu oxşar xüsusiyyətdir. Duluzçular saxsı qablar hazırlaya bilirdilər. Bu da hər iki dövrə aid oxşar hadisədir. Sənətkarlıq müstəqil sahəyə çevrildi. Bu Orta Tunc dövrünə aiddir. İnsanlar ana xətti ilə qan qohumluğu əsasında birləşirdilər. Bu Neolit dövrünə aiddir. Qonşu ölkələrlə ticarət əlaqələri saxlanılırdı. Bu isə Son Tunc dövrünə aiddir. Deməli, cavab D bəndidir. Səbəb-nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Qanıq çayı sahilində Roma qoşunlarının qələbə qazanması, Albaniya hökmdarının Sirdakka müqaviləsini imzalamağa məcbur qalması. Belə ki, Manna hökmdarı Sirdakka müqaviləsini imzalamışdır. Türk mənşəli tayfaların Manna ərazisində məskunlaşması Manna dövlətinin süqutunun daha da sürətlənməsi. Əksinə, Türk mənşəli tayfalarının Manna ərazisində məskunlaşması ilə Manna dövlətinin hərbi qüdrəti daha da artmışdır. Midiya və Babil dövlətlərinin müttəfiq olması, 2-ci Kirin başçılıq etdiyi üsyanın yatırılması. Bu da düzgün bənd deyil. Əslində, Midiya və Babil dövlətləri müttəfiq olaraq Assuriya dövlətinə son qoymuşdular. Əhalinin Baryaksin başçılığı ilə üsyana qalxması, Atropatenanın Selevki dövlətinin asıllığından xilas olması, belə ki, əhali Baryaksin başçılığı ilə Makedoniyalıların zülmünə qarşı üsyana qalxmışdı. Atropatena isə deməli, Magneziya döyüşündən sonra Selevkilərin asıllığından çıxmışdır. Ullusununun Urartu milli qüvvələrin tərəfinə keçməsi, Manna dövlətinin Assuriyanın hücumuna məruz qalması. Deməli, cavab B bəndidir. Məntiqə ardıcıllığı tamamlayın. Sarısarqılılar üsyanının baş verməsi, Xan sülaləsinin zəifləməsi. Sarısarqılılar üsyanı eramızın 184-cü ilində baş vermişdir. Çinin Böyük Hun dövlətinin işğalına məruz qalması, bəhs edilən dövrdə Böyük Hun dövləti mövcud deyildi, artıq eramızdan əvvəl 1-ci əsrdə Böyük Hun dövləti parçalanmışdır. Sin sülaləsinin hakimiyyətə gəlməsi, Sin sülaləsi əslində Xan sülaləsindən daha əvvəl, eramızdan əvvəl 221-ci ildən etibarən Çində hakimiyyətə gəlmişdir. Vuruşan padşahlıqlar dövrünün başlanması, bu da bəhs olunan hadisədən daha əvvəl, yəni 4-cü əsrə aiddir. Çinin yenidən xırda dövlətlərə parçalanması sualın cavabı D bəndidir. Çijan qardaşlarının imperator taxt tacını ələ alması isə düzgün bənd sayılmır. Kür-Araz mədəniyyəti üçün səciyyəvi deyil. Kür-Araz mədəniyyəti erkən Tunc dövründə mövcud olmuşdur və Kür-Araz mədəniyyətinə səciyyəvi olmayan hadisə ilkin şəhər mərkəzlərinin meydana gəlməsidir. Çünki bu hadisə Orta Tunc dövrünə aiddir, yəni boyalı qablar mədəniyyətinin formalaşdığı dövrə aiddir. Cavab E bəndidir. Ulu icmanın meydana gəlməsinə səbəb oldu. Vəhşi heyvanlara qarşı mübarizə aparılması, insanların qida əldə etməyə çalışması. Cavab B bəndidir. Salan və Perikl islahatları arasında ümumi cəhət. Yoxsullara vəzifəyə görə əmək haqqı verilməsi, bu əslində fərqli cəhətdir. Perikl islahatına görə yoxsullara vəzifə tutduqlarına görə əmək haqqı verilmişdir. Ən kiçik səhvə görə insanların ağır şəkildə cəzalandırılması, bu Drakon qanunlarına aiddir. Yoxsul vətəndaşların siyasi vəzifəyə seçilə bilmələri, əslində Salan islahatlarının nəticəsində yoxsul vətəndaşlar siyasi vəzifəyə seçilməmişdir. Amma Perikl islahatlarından sonra yoxsul vətəndaşlar siyasi vəzifəyə seçilmişdilər. Əhalinin xaricə getməsinə icazə verilməməsi bu Sparta dövlətinə aiddir. Deməli, Salan və Perikl islahatları arasında ümumi cəhət Afina vətəndaşlarının xalq yığıncağında iştirak edə bilmələri idi. Cavab A bəndidir. 2-ci Kirin başçılığı altında baş vermiş üsyanın qalibiyyəti ilə nəticələndi. Üsyançıların İskit şahlığı ilə müttəfiq olması, əslində Kaştaritinin başçılıq etdiyi üsyançılar İskit şahlığı ilə müttəfiq idi. Ahşerinin üsyançılara yardım göndərməsi, belə ki, Midiyada Kaştaritinin başçılıq etdiyi üsyana Manna hökmdarı Ahşeri yardım göndərmişdir. Əhəməni ordusunun Assuriyadan dəstək alması, Babil dövlətinin 2-ci Kirin himayə etməsi ilə düzgün bənd deyil. Deməli, düzgün cavab C bəndidir. Həll edici anda Midiya əyanlarının xəyanəti. Verilən hər üç xüsusiyyətin aid olduğu ərazini müasir xəritədə müəyyən edin. Memfis şəhərinin paytaxta çevrilməsi, hökmdarın Firon adlandırılması, tarixdə ilk yazılı sülh müqaviləsinin imzalanması. Verilənlər Qədim Misir dövlətinə aiddir. Cavab D bəndidir. Daha əvvəl baş vermişdir. Xış əkinçiliyinin meydana gəlməsi erkən Tunc, boyalı qablar mədəniyyətinin formalaşması Orta Tunc,
Ölülərin yaşayış məskənlərindən kənarda dəfn edilməsinə başlanması erkən tunc. Sənətkarların içərisindən tacirlər qrupunun ayrılması son tunc. Əhalinin oturaq həyata keçməsi neolit. Deməli, burada daha əvvəl baş vermiş hadisə E bəndidir. Roma sərkərdəsi Pompeyin Albaniyaya yürüş etməkdə məqsədi Franspa şəhərini Roma dövlətinə birləşdirmək, Franspa şəhəri Atropatena dövlətinə aiddir və bu şəhəri ələ keçirməyə çalışan isə Pompey deyil, Roma sərkərdəsi Antoni olmuşdur. Albaniyanı Selevki dövlətinin asıllığından xilas etmək, əslində Atropatena dövləti Selevkilər dövlətindən asılı vəziyyətə düşmüşdür və Romanın isə belə bir məqsədi yox idi. Yəni bu bənd düzgün bənd deyil. Parfiya ilə müttəfiq olan Alban hökmdarını cəzalandırmaq, bu da düzgün bənd deyil. Alan tayfalarının Azərbaycana basqınlarının qarşısını almaq, bu da düzgün bənd deyil. Deməli, Pompeyin Albaniyaya yürüş etməkdə məqsədi Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yolunu ələ keçirməkdir. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Qədim Hindistan, Qədim Yunanistan. Drakon qanunlarının qəbul edilməsi Qədim Yunanistana aiddir. Aralıq dənizi sahillərində koloniyaların qurulması, bu da Qədim Yunanistana aiddir. Makedoniya ordusunun hücumuna məruz qalması həm Hindistanın, həm də Qədim Yunanistan tarixinə aiddir. Maurya sülaləsinin hökmranlıq etməsi Hindistana aiddir. Əhəməni dövləti ilə mübarizə aparılması hər iki dövlətin tarixinə aiddir. Burada cavab 1D, 2AB, 3CY, yəni A bəndidir. Göstərilənlər nəticəsidir. Bir neçə vilayət Mannadan ayrıldı, Şuandahul və Durduqqa şəhərlərində üsyanlar baş verdi. Göstərilənlər Urartu dövlətinin Mannaya qarşı yürütdüyü siyasətin nəticəsidir. Cavab C bəndidir. Eneolit və Tunc dövrlərinə aid oxşar cəhət. Qonşu ölkələrlə ticarət əlaqələrinin saxlanılması, bu son Tunc dövrünə aiddir, Eneolit dövrünə aid deyil. Metal alətlərdən geniş istifadə olunması, belə ki, Eneolit dövründə misdən insanlar tanış olsa da geniş istifadə etməmişdir. Bu da fərqli cəhət. Xış əkinçiliyinin mövcud olması, bu yalnız Tunc dövrünə aiddir, Eneolit dövrünə aid deyil. Ölülərin yaşayış məskənlərinin kənarda dəfn edilməsi, bu da erkən Tunc dövrünə aiddir. Deməli, oxşar cəhət D bəndidir, saxsı qabların hazırlanması. Kserks Fermopilə yaxınlaşaraq Yunanların yanına elçi göndərdi ki, onlar təslim olsunlar. Leonid təslim tələbini rədd etdi. Əhəməni qoşunu 2 gün həmlə etdi. Qeyri-bərabər döyüşdə Leonid və döyüşçüləri həlak oldu. Beləliklə, Yunan-Əhəməni müharibəsi başa çatdı. Bu düzgün bənd deyil. Çünki Fermopi döyüşündən sonra daha bir neçə döyüşlər oldu və Yunan-Əhəməni müharibəsi eramızdan əvvəl 5-ci əsrin ikinci yarısında, yəni 449-cu ildə başa çatmışdı. Amma Fermopi döyüşü isə eramızdan əvvəl 480-ci ildə baş vermişdir. Afina dəniz ittifaqı ləğv edildi. Bu isə Afina-Sparta müharibəsindən sonra baş vermişdir. Əhəmənilər Aralıq dənizi hövzəsində hakim qüvvəyə çevrildilər. Əslində Yunan-Əhəməni müharibəsində Əhəmənilər məğlub oldu və Aralıq dənizi hövzəsində hakim qüvvəyə Yunanlar çevrildi. Sparta dövlətinin varlığına son qoyuldu. Bu da düzgün bənd deyil. Deməli, cavab B bəndidir. Orta Yunanistan Fermopil döyüşü nəticəsində Əhəmənilərə tabe oldu. Eramızdan əvvəl 7-ci əsrin sonlarında Manna dövlətinin xarici siyasətinin uğursuzluğunun səbəbi Aşerinin Assuriya ilə ittifaqı pozması eramızdan əvvəl 7-ci əsrin birinci yarısına aiddir. Manna hökmdarının Urartu meyilli qüvvələrinin tərəfinə keçməsi, bu isə eramızdan əvvəl 8-ci əsrin ikinci yarısına aiddir. Manna hökmdarı Ullusuniya aiddir. Assuriya və Manna arasında Sirdaqqa müqaviləsinin imzalanması, bu da eramızdan əvvəl 8-ci əsrin ikinci yarısına aiddir. Yəni eramızdan əvvəl 714-cü ilə aiddir. Babil və Midiyaya qarşı Assuriya ilə müttəfiq olması, eramızdan əvvəl 7-ci əsrin sonlarında Manna dövlətinin xarici siyasətin uğursuzluğunun səbəbi məhz budur. Ölkədə baş vermiş üsyanları yatırmaq üçün İranzunun Assuriya hökmdarına kömək istəməsi isə eramızdan əvvəl 8-ci əsrin ikinci yarısına aiddir. Anaxaqanlığı dövrünə xas olan xüsusiyyətləri müəyyən edin. Anaxaqanlığı dövrü üst paleolit dövründən erkən Tunc dövrünə qədər mövcud olmuşdur.
Deməli, torpağın toxa ilə şumlanması bu dövrə aiddir. Dairəvi yaşayış evlərinin inşası eneolit dövrünə aiddir. Yəni bu dövrdə ana xaqanlığı hökm sürmüşdür. Heyvanların əhliləşdirməyə başlanması mezolit dövrünə aiddir. Bu dövrdə də ana xaqanlıq hökm sürmüşdür. Əkinçiliyin maldarlıqdan ayrılması erkən Tunc dövrünə aiddir. İri tayfa birliklərinin meydana gəlməsi Orta Tunc dövrünə aiddir. Deməli, sualın cavabı C bəndidir. Klasteri tamamlayın. Makedoniyalı İskəndər Qavqamel döyüşündə qələbə qazanması, Əhəməni dövlətinə son qoyması, Misiri döyüşsüz tabe etməsi, Xeyroneya döyüşündə məğlubiyyətə uğraması. Əslində Makedoniyalılar Xeyroneya döyüşündə qələbə qazanmışdı və ona görə də bu bənd düzgün bənd deyil. Hindistana hərbi yürüş təşkil etməsi, Makedoniya dövlətinin əsasını isə 2-ci Filip qoymuşdur. Deməli, sualın cavabı B bəndidir. Karra döyüşü nəticəsində, Karra döyüşü eramızdan əvvəl 53-cü ildə Roma və Parfiya dövlətləri arasında baş vermişdir. Atropatena öz müstəqilliyini bərpa etdi. Magneziya döyüşü nəticəsində baş vermişdi bu hadisə. Azərbaycanda Makedoniyalıların zülmü başa çatdı. Bu da düzgün bənd deyil. Roma qoşunları məğlubiyyətə uğradı. Düzgün cavab C bəndidir. Baryaksın başçılıq etdiyi hərəkat yatırıldı. Midiyalı Baryaks eramızdan əvvəl 327-ci ildə Makedoniyalılara qarşı üsyan etmişdir. Bu hadisənin Karra döyüşü ilə əlaqəsi yoxdur. Parfiya Atropatenanın dövlətçiliyinə son qoydu. Bu hadisə isə eramızın 20-ci ilində baş vermişdir. Qədim Misirlilər və Axey tayfaları Hitlərlə mübarizə aparmışdı. Bu yalnız Misirlilərə aiddir. Aralıq dənizi sahilində koloniyalar salmışdılar. Yunanlara aiddir. Zikurat adlanan məbədlər ucatmışdılar. Qədim Şumerlərə aiddir. Afrikanın şimalında yeni dövlət yaratmışdılar. Bu qədim Misirlilərə aiddir. Sərdabələr inşa etmişdilər. Həm Misirlilər və həm də Axey tayfaları sərdabələr inşa etmişdilər. Cavab E bəndidir. Uyğunluğu müəyyən edin. Daş dövrü, mezolit dövrü, neolit dövrü. Qəbilə icmasının meydana gəlməsi üst paleolit dövrünə aiddir. Mikrolit əmək alətlərinin istifadə olunması, ox və kamanın ixtira edilməsi. Saxsı qablarının hazırlanması, istehsal təsərrüfatının yaranması, Küraraz mədəniyyətinin formalaşması erkən Tunc dövrünə aiddir. Burada cavab 1BC, 2AB, yəni E bəndidir. Antoni Atropatena şəhərlərindən biri olan Fraspaya hücum etdi. Fraspa Atropatena hökmdarının qış iqamətgahı idi. Şəhər yaxşı müdafiə olunurdu. Ona görə də uzun sürən mühasirə heç bir nəticə vermədi. Romalılar geri çəkildilər. Haqqında bəhs olunan hadisənin baş verdiyi ildə Albaniya Qanıq çayı sahilində qələbə qazanmışdı. Haqqında bəhs olunan hadisə eramızdan əvvəl 36-cı ildə baş vermişdir. Qanıq çayı sahilində döyüş isə eramızdan əvvəl 65-ci ildə baş vermişdir. Parfiya tərəfindən ləğv edilmişdir. Əslində Albaniya ərəblər tərəfindən süquta uğradılmışdır. Parfiya tərəfindən ləğv edilmiş dövlət isə Atropatena idi. Selevki dövlətindən asılı hala düşmüşdür. Bu da Atropatenaya aiddir. Və eramızdan əvvəl 223-cü ilə aiddir hadisə. Onu da qeyd edim ki, Parfiya tərəfindən Atropatenanın ləğv edilməsi hadisəsi də eramızın 20-ci ilinə aiddir. Amma mətndəki olan hadisə isə eramızdan əvvəl 36-cı ilə aiddir. Alan tayfalarının hücumlarına məruz qalmışdır. Albaniya 1-ci və 3-cü əsrlərdə Alan tayfalarının hücumlarına məruz qalmışdır. Bu hadisə eramızın ilk əsrlərinə aiddir. Amma mətndəki hadisə eramızdan əvvəl aiddir. Deməli, haqqında bəhs olunan hadisənin baş verdiyi ildə Albaniya Roma qoşunlarını məğlub olmuşdur. Yəni eramızdan əvvəl 36-cı ildə sərkərdə Kanedinin başçılıq etdiyi qoşunlara məğlub olmuşdur. Cavab A bəndidir. Falanka adlanır. Bazar meydanı Agora, Afinanın azad əhalisi Demos, ordu və donanmaya başçılıq edən şəxs Strateq, Spartada qullar Hilot adlanır. Deməli, falanga piyada qoşununun düzülüş formasıdır. Cavab D bəndidir. Yunan mədəniyyətinin Atropatena mədəniyyətinə təsirini göstərir. Böyük Dəhnə kəndində daş kitabə
Yunan mədəniyyətinin Albaniya mədəniyyətinə təsirini göstərir. Yəni bu Albaniya mədəniyyətinə aiddir. Mingəçevir və Qəbələdə tapılmış katakomba qəbirləri isə Alanlara aiddir. Herakla həsr olunmuş Kerifto abidəsi tikinti materialı kimi kiremitdən istifadə Yunan mədəniyyətinin Atropatena mədəniyyətinə təsirini göstərir. Cavab 3-4. Pinsen sazişinə əsasən Xan sülaləsinin hökmdarı hər il xərac ödəməyi öz öhdəsinə götürdü. Çinin ticarət yolları Hunların nəzarətinə keçdi. Cavab 1-3. Xəritədə paytaxtı işarələnmiş dövlətin eramızdan əvvəl 1-ci əsr tarixinə aid hadisələri müəyyən edin. Xəritədə Qəbələ şəhərinin ərazisi işarələnmişdir. Bu şəhər isə Albaniya dövlətinin paytaxtıdır. İndi Albaniya dövlətinin eramızdan əvvəl 1-ci əsr tarixinə aid olan hadisələri seçək. Roma qoşunlarının hücumlarına məruz qalması. Bəli, Albaniya eramızdan əvvəl 1-ci əsrdə, yəni 36-cı ildə Roma qoşunlarının hücumlarına məruz qalmışdır. Eyni zamanda eramızdan əvvəl 66-65-ci illərdə də Romalı Albaniyaya hücum etmişdir. Selevki dövlətinin asılılığı qəbul etməsi Atropatenaya aiddir. Kür çayı sahilində baş vermiş döyüşdə məğlubiyyətə uğraması Albanlara aiddir. Eramızdan əvvəl 66-cı ildə Alban qoşunları Kür çayı sahilində Romalılara məğlub olmuşdur. Alan tayfalarının basqınlarına Albaniya bizim eranın 1-ci, 3-cü əsrlərində məruz qalmışdır. Deməli, sualın cavabı 1-3. Xronoloji ardıcıllığı müəyyən edin. Xan sülaləsinin hakimiyyətə gəlməsi eramızdan əvvəl 206, Salon islahatlarının keçirilməsi eramızdan əvvəl 594, Marafon döyüşünün baş verməsi eramızdan əvvəl 490, Pinsen sazişinin imzalanması eramızdan əvvəl 200-cü ilə aiddir. Burada cavab 2, 3, 1, 4. Uyğunluğu müəyyən edin. Ulu icma, qəbilə icması, tayfa. Torpağın əsasən toxa ilə şumlanması qəbilə icmasına aiddir. Süni suvarma sisteminin meydana gəlməsi tayfaya aiddir. İnsanların daş alətlərini cilalamağı və deşməyi öyrənmələri qəbilə icmasına aiddir. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi tayfaya aiddir. Axirət dünyasına inamın yaranmağa başlanması ulu icmaya aiddir. Burada cavab 1Y, 2AC, 3BD. Eramızdan əvvəl 7-ci əsrdə Midiya dövləti getdikcə güclənirdi. Onun hökmdarı ölkədə islahatlar apardı, ordunu möhkəmləndirdi. O yaxşı bilirdi ki, yaxın şərqdə ən böyük güc hələ də Assuriyadır. Assuriyanın sərt və amansız siyasəti isə çox xalqları narazı salmışdı. Buna görə də o Babil hökmdarı ilə ittifaq bağladı. Məqsəd Assuriyanın hakimiyyətinə son qoymaq idi. Eramızdan əvvəl 612-ci ildə Midiya və Babil qoşunları birləşərək Assuriyanın paytaxtı Ninevyanı mühasirəyə aldılar. Mühasirə aylarla davam etdi. Nəhayət düşmən şəhərə daxil oldu. Küçələrdə qanlı döyüşlər başladı, evlər yandırıldı. Beləliklə, yüzillərlə yaxın şərqə hökmranlıq edən qüdrətli Assuriya imperiyası süquta uğradı. Mənbədə hansı Midiya hökmdarının fəaliyyətindən bəhs olunur? Kiaksarın. Mənbəyə və tarixi biliklərinizə əsasən dövləti gücləndirmək üçün Midiya hökmdarının həyata keçirdiyi 2 tədbiri yazın. Ölkədə islahatlar apardı, ordunu möhkəmləndirdi, kiçik vilayət hakimliklərini tamamilə ləğv etdi, daimi nizami ordu yaratdı, İskitlərin döyüş taktikasına əsaslanan süvari atıcı hissələr yaratdı və buna uyğun ehtimal olunan digər doğru cavablar. Bəhs olunan dövrdə hansı Azərbaycan dövləti Assuriyaya yardım göndərmişdi? Manna dövləti.